Bu dəfə sizi mətbəxdə ləzzətli bir səyahət gözləyir. Əvvəlcə onu elədim. Bir çimdik duz, bir paket vanil qatdım. Yumşalmış kərə yağı əlavə edib omac kimi qarışdırdım. Elə bir xəmirin əhvalını soruşuram. Bir xörək qaşığı şəkər tozu, bir yumurtanın sarısını əlavə elədim. Ağını isə işlik üçün saxladım. Xamanı əlavə edib gözəlcə xəmir yoğurdum. Xəmiri 3 kündəyə böldüm. 40-45 dəqiqəlik soyuducuya qoydum. Keçirəm içliyə. 200 qram keçirilmiş qozu, üstünə 150 qram şəkər tozu, bir paket vanil və bir yumurta ağını əlavə etdim. Soyuducudan çıxan kündələri yaydım, içliyi qoydum və videoda gördüyünüz kimi 3 dəfə qatlayıb bükdüm. 180 dərəcəlik sobanın alt gözündə 30-35 dəqiqə bişirdim. İndi keçək fərqli içliyə, kəsmikli olanına. Yarım paket kəsmiyə, bir paket vanil, bir xörək qaşığı şəkər tozu və un əlavə elədim. Üzərinə bir yumurtanın ağını da qatıb qarışdırdım. Qalan kündəni də yaydım. Kəsmikli içliyi qoyub yeni 3 dəfə qatladım. Sobaya verdim. Ev doldu mis kimi qoxu ilə. Nə eləmişəm özüm də bilmirəm, amma bu şirniyyatı dadan hər kəs resept istəyəcək. Hazırla, paylaş, sevdiklərini sevindir. Hər kəsə nuş olsun. Əgər bu resepti bəyəndinsə, şərhlərdə yaz, sən necə içlik hazırlayırsan. Kanalı izləməyi, videonu bəyənməyi unutma. Çünki qarşıda daha çox dadlı reseptlər gəlir.